Salam, hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalanda mərkəzdə, parka yaxın bir ərazidə belə bir 3 otaqlı isə ev təqdim edirəm. Həyət evidir, cütdaşlı, köhnə tikili, şəxsi tikili evlərdəndir. Hörmətli izləyicilər, bax 8 daş kürsüdür. Bax görürsüz 3-4 maşınlıq həyəti də var. 2,5 sotdur. Həyət torpaq qarışıqda belə deyək. Bura giriş hissəsidir. Bax beləncə giriş hissəsi var və bura koridordur. Keçək otaqlarla da sizi tanış eləyək. Start qiyməti də 125.000 manatdır. Kubcaldır, tam mülkiyyətdir. Paket kubcadır, onu da deyək. Bura yataq otağıdır, hörmətli izləyicilər. Çox geniş yataq otağı var, 2 pəncərəsi var. Ya buranı istəsəz qonaq otağı da eləyə bilərsiniz gələcəkdə. Keçək o birisi otaqlarla da sizi tanış eləyək. Orta təmirlidir, yəni ki, səlqəli evdir. Hörmətli izləyicilər, köhnə evdə olsa səlqəli evdir. Bax, belə bir geniş görürsünüz. Giriş hissəsi var, xulus hissəsi. Çox genişdir. Hamama yaxın olsa ayrıdır, onu da göstərəcəm. Bura mətbəxdir. Mətbəx mebelli kombisidir, qalacaq. Xırdalanda mərkəzdə, belə deyək də, Günay Şadlıq evinə yaxındır, Kapital Banka yaxındır, parkın da yaxınlığındadır. Bir sayılı məktəbə də yaxındır, yaxın bir ərazidədir. Belə bir gözəl həyət evi istəyən, geniş həyət evi istəyən zəng eləsin, əlaqə nömrəsi profildədir. Gəlin, baxın kim alsa Allah xeyrin versin. Ayaq yolsunu göstərdim sizə. Burada hamam otağıdır. Bir şey də qeyd edək, görürsünüz hamam otağında da unitaz var, yəni qoyulubdur. Biri Aziatskidir, o birisi də belə. Bax, belə bir şkafı da var, o bu dama qalxmaq üçün yeri də var, krişaya qalxmaq üçün görürsünüz kombisi də var. Bura qonaq otağıdır və keçək. Orada bir balaca spalni də var, ceski yataq otağı da var. Qonaq otağı da genişdir, hörmətli izləyicilər. Yəni buranı dedim, buranı spalni eləyib, o birisi spalni daha geniş idi. Oranı da qonaq otağı eləyə bilərsiniz. Əlaqə nömrəsi profildədir. Zəng eləyirsiniz, bax burada işıqlı otağı öz həyətinə baxır. Arxada gördünüz yer var idi. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər, sağ olun.